çoxdan beri mahnısı silinmişdi. Bağışsın ona kədərləndi. Çünki anası olsaydı pul verərdi, nə silib kömək eləyərdi. Sənin bugün anan var. Düz, sən ondan qorxmurlar. Sən onun adam yəni diyor ki, təranə kimisi. Təranənin dili də var, bir şey var. Kim çıxıb deyəcək ki, təranə oxuya bilmir. Təranə öz sayəsində illərlə sözünü demiş insandır Musa Musayevlə. Niyə məhz Qumral bir çox, yəni təranəyə deyə bilmədiyi sözləri sətir altı Qumrala deyirlər. Amma Qumral bugün Allahın verdiyi ruzunu qazanır. Bəli, əlbəttə ki. Balaca Tolik, bilsən öz dünyam var, öz sənətim var, öz səsim var, az da olsa. Özümə kütlə yığmışam, sevənlərim var. Yəni, bu xanım mənim adımı çəkərək, yəni pisləyərək məni özünə PR qazanırsa... Amma tək çox xanım deyil, çox para adını çəkir. İndi əsasən o tez-tez deyir də son zamanlarda və mən deyirəm ki, halal xoş olsun. Əgər məni pisləyərək özünə PR qazanırsa, çünki mən altına kommentləri oxuyanda görürəm ki, hamı deyir ki, Qumrala görə səni tanıdıq, belə elədik, elə elədik. Valla mən heç vaxt deməmişəm ki, mən Tarkamanla oxuyacam və yaxud da oxuya bilərəm. Mən istəsəm hər şey edərəm, o başqa. Amma mən elə öz yolumla gedirəm, sakit başım, heç çoxluğa da girmirəm, çoxu azı mən, yəni bu kifayətdir, mən öz yerim, öz qədərim, özümə bəs eləyir. Amma deyim ki, bu məsələ ortaya çıxan kimi, mənim anam sağ olsun, hər zaman dayağım, arxam dayağım olduğu kimi yenə də dedi ki, öz sözünü yəni göndərdi qəşəng.